Salam, Zodiak'in ən zərif, ədalətli, estetik duyğuları yüksək olan və hər zaman kainatda balansı axtaran cazibədar tərəziləri. Bu həftə sizin üçün sadəcə təqvimdəki 7 gün deyil, ruhunuzun ən dərin qatlarına enəcəyiniz, maddi və mənəvi dəyərlərinizi yenidən inşa edəcəyiniz bir transformasiya dövrüdür. Aprelin 20-si etibarilə Günəş sizin qarşı tərəf bürcünüz olan, enerjisi bəzən sizi yoran Qoçdan ayrılaraq sizinlə eyni dərəcədə rahatlığı və gözəlliyi sevən Boğa bürcünə keçid edir. Bu keçid sizin 8-ci evinizi, yəni ortaq qazanclar, sirlər, daxili yenilənmə və transformasiya sahənizi sanki böyük bir projektorla işıqlandıracaq. Gəlin bu 7 günlük sirli, güclü və olduqca maraqlı həftəni hər bir detalına vararaq sizin o incə ruhunuza layiq şəkildə dərindən təhlil edək. Bazar ertəsi 20 aprel günü Günəşin Boğa bürcünə keçməsi ilə üzərinizdə bir ağırlıq və ciddiləşmə hiss edə bilərsiniz. Bir tərəzi olaraq siz hər şeyin yüngül, estetik və diplomatik olmasını sevirsiniz, amma bugün kainat sizdən daha ağır məsələlərə fokuslanmağı tələb edir. Bugün maddi məsələlərdə, xüsusilə bank işləri, borclar, kreditlər və ya ortaq mülkiyyətlə bağlı mövzular gündəmə gələ bilər. Səhər saatlarında intuisiyanızın necə itiləşdiyini görəcəksiniz və qarşınızdakı insanın nəyi gizlətdiyini və ya demək istəyib deyə bilmədiyi sözləri sanki gözlərindən oxuyacaqsınız. Axşam saatlarında gizli qalmış bir məlumatın üzə çıxması sizi təəccübləndirə bilər, amma qorxmayın, bu məlumat əslində sizin xeyrinizə olan bir düyünü açacaq. Çərşənbə axşamı və çərşənbə günləri ünsiyyət trafikiniz kəskin şəkildə artacaq. Sizin idarəçi planetiniz Venera hələ də sizin üçün çox münasib mövqedədir və bu, sizin sözlərinizin təsir gücünü, cazibənizi inanılmaz dərəcədə yüksəldir. İş yerində vacib danışıqlar aparmaq, müqavilə şərtlərini öz xeyrinizə müzakirə etmək üçün bu 2 gün ilin ən yaxşı fürsətlərindən biridir. Çərşənbə günü rəqəmsal dünyada aktivlik göstərən tərəzilər üçün yeni qapılar açıla bilər. Bəlkə bir layihənin vizual dizaynını hazırlamaq və ya estetik bir kontent yaratmaq üçün böyük bir ilham alacaqsınız. Sizin diplomatiya bacarığınız bu günlərdə ən çətin münaqişələri belə bir təbəssümlə həll etməyə kömək edəcək. Unutmayın ki, sizin zərifliyiniz ən sərt daşları belə əridə biləcək bir gücə malikdir. Cümə axşamı günü biraz daha ehtiyatlı və özünə qapalı olmaqda fayda var. Bugün emosional olaraq özünüzü biraz yüklənmiş və ya başqalarının negativ enerjisinə qarşı həssas hiss edə bilərsiniz. Başqalarının dərdini öz probleminiz kimi qəbul etmək sizin nəcib xüsusiyyətinizdir, amma cümə axşamının enerjisi sizə sağlam sərhəd qoymağı xatırladır. Ətrafdakılara kömək edərkən öz enerjinizi tamamilə tükətməyin. Sağlamlıq baxımından bugün bel nahiyənizə diqqət yetirin və bol-bol təmiz su içməyi unutmayın. Stressi azaltmaq üçün axşam saatlarında klassik musiqi dinləmək, bəlkə də biraz tək qalıb kitab oxumaq sizə möcüzəvi şəkildə təsir edəcək. Zehninizi gərəksiz şübhələrdən və görəsən nə düşünürlər, qayğılarından təmizləmək üçün daxili bir meditasiya edin. Cümə günü həftənin bəlkə də ən ehtiraslı, sirli və eyni zamanda cazibədar günü kimi görünür. Ayın və Veneranın harmoniya təşkil edən bucaqları sizin xarizmanızı gizli bir maqnetizm ilə artıracaq. Bugün həm şəxsi həyatda, həm də maddi məsələlərdə gözlənilməz, lakin çox müsbət fürsətlər qarşınıza çıxa bilər. Əgər subay bir tərəzisinizsə, bugün tanış olacağınız və ya söhbət edəcəyiniz insan sizdə çox dərin bir intellektual və ruhsal iz buraxa bilər. Münasibəti olanlar üçün isə bugün tərəf müqabili ilə olan səmimiyyəti daha da dərinləşdirmək, bəlkə də illərdir deyilməyən gözəl sözləri bir-birinə etiraf etmək üçün mükəmməldir. Cümə günü axşamı estetikaya vaxt ayırın, sevdiyiniz bir rəsm əsərinə baxmaq və ya özünüzü şik bir geyimlə mükafatlandırmaq ruhunuzu coşduracaq. Şənbə günü tam mənası ilə regenerasiya və dərin təmizlik günüdür. Siz tərəzilər xaosdan və nizamsızlıqdan fiziki olaraq narahat olursunuz. Odur ki, şənbə gününü həyatınızdakı artıqları həm evinizdən, həm də ruhunuzdan atmaq üçün istifadə edin. İstər evinizdəki istifadə olunmayan köhnə əşyalar olsun, istərsə də artıq sizə heç bir faydası olmayan köhnə fikirlər, onlarla vidalaşmaq üçün ən doğru andır. Həmçinin bugün ailə büdcəsini və ya şəxsi qənaətlərinizi nəzərdən keçirmək sizə gələcək üçün böyük bir güvən hissi verəcək.
Əgər incəsənətlə, xüsusilə dizayn, rənglərin ahəngi və ya musiqi ilə maraqlanırsınızsa, bu şənbə günü ortaya qoyacağınız iş həm səmimiyyəti, həm də mükəmməlliyi ilə seçiləcək. Bazar günü isə yeni həftəyə hazırlıq və daxili balansın tam bərpası günüdür. Bazar günü çox yorulmamağa, fiziki gücünüzü bərpa etməyə çalışın. Gələn həftənin planlarını qurarkən prioritetlərinizi düzgün müəyyənləşdirin, nəyin vacib, nəyin isə sadəcə tələsik olduğunu ayırd edin. Sağlamlıq baxımından bazar günü yuxu rejiminə xüsusi diqqət edin. Sizin bədəniniz və ruhunuz bu həftə böyük bir daxili transformasiyadan keçib, ona görə də ona sakitləşmək üçün şans verin. Yaxın bir dostunuzla daxili sirlərinizi bölüşmək və ya sadəcə təbiətdə səssiz bir gəzinti sizə gələn həftə üçün lazım olan o məşhur tərəzi balansını və enerjisini geri qaytaracaq. Əziz tərəzilər, bu 20-26 aprel həftəsi sizin üçün bir növ öz xəzinəni kəşf etmə dövrüdür. Buğa mövsümü sizə maddiyyatın və mənəviyyatın necə bir harmoniya içində ola biləcəyini, həqiqətən dəyər verdiyiniz şeyləri qorumağın vacibliyini öyrədəcək. Siz çox zərif, çox dəyərli və təkrar olunmazsınız. Sizin ədalət duyğunuz və ətrafınıza yaydığınız hüzur bu dünyanın ən böyük ehtiyacıdır. Bu həftə qarşınıza çıxan hər bir çətinliyi əslində sizi daha da gücləndirən bir pilləkən kimi qəbul edin. Kiməsə güzəştə gedərkən öz daxili səsinizi susturmayın və öz dəyərlərinizdən ödün verməyin. Bu həftə xüsusilə ortaq maddi məsələlərdə, miras, sığorta və ya uzun müddətli investisiya mövzularında çox müsbət və sevindirici irəliləyişlər gözlənilir. Maddi mənada bu həftə strateji və soyuqqanlı düşünmək sizə böyük qazanclar gətirə bilər. Sevgi həyatınızda isə biraz daha cəsur olun, hisslərinizi gizlətmək və ya qarşı tərəfin addımını gözləmək yerinə öz səmimiyyətinizi ən estetik şəkildə ifadə edin. Sizin enerjiniz bu həftə ətrafınızdakı bütün gərginlikləri yumşaldacaq və hər kəsə harmoniya bəxş edəcək. Bu möhtəşəm aprel həftəsi sizə bol ruzi, sarsılmaz və dərin sevgilər, maddi uğurlar və sonsuz bir daxili hüzur gətirsin. Siz zodiakın ən nəzakətli və nur saçan bürcüsünüz. Bu həftə öz daxili gücünüzü və gözəlliyinizi kəşf etmək üçün ən yaxşı vaxtdır. Ulduzlar sizin üçün ən parlaq şəkildə işıq saçır, siz isə sadəcə o işığın altında öz möhtəşəmliyinizi yaşayın. Hər gününüz bir əvvəlkindən daha balanslı, daha rəngarəng və daha xoş keçsin. Özünüzə çox yaxşı baxın və bilin ki, siz hər şeyin ən gözəlinə, ən doğrusuna və ən təmizinə layiqsiniz. Hər şey ürəyinizcə, arzularınızca olsun. Həftəlik bürc proqnozumuzun sonuna gəldik. Ümid edirəm ki, bu proqnoz sizin yolunuza işıq tutdu və ruhunuzu sakitləşdirdi. Gələn həftə yenidən görüşənədək hələlik.